Salam əziz izləyicilər, mən Gülnar, Azərbaycan dili müəllimiyəm. Dilimizdə elə sözlər var ki, özü balaca, gəl ki başımıza oyunlar açır. Onlardan biri də ca-cədir. Ca-cə barəsində ən çox edilən səhvlərdən danışacağıq bu gün. Bu videomuzda ca-cəni əzbər öyrənəcəksiniz. Artıq bundan sonra səhv eləməyəcəksiniz. Gəlin bu balaca canın başımıza açdığı oyunlardan danışaq. Ca-cənin işləmə məqamları ilə davam edirik. Ca-cə bizim qarşımıza zərf düzəldən leksik şəkilçi kimi çıxa bilər. Zərf düzəldən leksik. İndi mən leksik sözünü uzun-uzun yazmıram. Yalnız şəkilçinin şərti işarəsini yazıram, siz özünüz anladınız. İsim düzəldən leksik şəkilçi kimi çıxış edə bilər. Yenə də şərt işarəsini yazdım. Qoşma kimi çıxa bilər qabağımıza. Ədat kimi çıxa bilər qabağımıza. Çıxdıqca çıxır. Maşallah. Bitdi mi? Bitmədi. Bir də inca, incə, unca, üncə şəkilçisinin tərkibində ca-cə var. İndi deyəcəksiniz ki, ay müəllim, malı mala qatmayın. Burada ca-cədən danışır. Burada incadır. Niyə bunu araya salırsınız? Burada da səhv edilən məqamlar var. Ona görə bunu da izah eləməliyik. Zərf düzəldən leksik şəkilçi kimi qabağımıza nə vaxt çıxır? Bir qayda olaraq dil adlarında. Məsələn, ingiliscə, rusca, azərbaycanca, türkcə. Türk sözün kökü, cə isə leksik şəkilçimiz. Deməli, zərf düzəldən leksik kimi dil adlarını yadda saxladıq. Açar sözümüz budur bizim. İsim düzəldən leksik şəkilçi kimi isə. Buyurun. Ancaq dillərdə olacaq. Yəni mən elə yadda saxlayım. Bəli, dil adlarında. Türkcə, almanca, fransızca, latınca dil adlarında ca-cə gördük. Zərf düzəldən şəkilçi kimi ancaq dillərdə türkcə, ingiliscə, rusca, almanca. İsim düzəldən kimi isə feillərin üzərinə ca-cə artırırıq. Yəni feillə də hərəkət bildirirəm əsas nitq hissəmiz. Məsələn, əylənməkdən əyləncə, düşünməkdən düşüncə. Əylən sözün köküdür. Cə isə bizim leksik şəkilçimizdir. Bu da şəkilçidir, bu da şəkilçidir. Bəs bunları bir-birindən necə ayırıram? Sualları ilə ayıra bilərik. Zərf hansı suallara cavab verəcək? Necə, nə tərzdə, nə vəziyyətdə? Məsələn, deyirəm ki, Rasim ingiliscə danışır. Rasim nə tərzdə danışır? Necə danışır? Oldu zərf. Amma deyirəm ki, məsələn, əyləncə, nə əyləncə, düşüncə, nə düşüncə, nə sualına cavab versə isim düzəldən leksik şəkilçimiz olacaq. Qoşma olanda isə 3 vəziyyətdə bizim qabağımıza çıxa bilər. Deməli, birgəlik vasitə alət kimi qabağımıza çıxa bilər. Bənzətmə və istinad. Çox rahat açar sözlər verirəm sizə. İlə ilə əvəz eləyə bilirsən, oldu birgəlik qoşması. Kimi, qədər sözləri ilə əvəz eləyə bilirsən, oldu nə? Bənzətmə qoşması. Görə ilə əvəz eləyə bilirsənsə, oldu istinad qoşması. Nümunələr baxaq. Məsələn, deyirəm ki, yol boyunca söyüdlər əkmişdilər. Mən cavab vereyim. Buyurun. Yol bilsəm də. Yol boyunca söyüdlər. Mən burada yol boyu ilə birgəlik. Bəli. Bunu ilə əvəz eləyə bilmirsə, bu artıq qoşma olacaq. Gəlin başqa bir nümunəyə baxaq. Deyirəm ki, buraya. Məsələn, onun dəryaca ağlı var. Dərya kimi. O da olar. Dərya kimi ağlı var, dərya qədər ağlı var. Bənzətmə olur. Bənzətmə. Yəni dəryaya bənzədir də ağlı. Deyir, o qədər ağlı var da. Və yaxud deyirəm ki, dəvəcə boy. Yəni dəvə qədər boyu var. Bəli. Və yaxud da mən onu dünyalarca sevirəm. Yəni dünyalar qədər sevirəm. Və yaxud da dəryalarca sevirəm, dəryalar qədər. Bir dənə də nümunə yazaq. Məsələn, deyirəm ki, ismin quruluşca. Quruluşa görə. Bəli, cümləni tamamlamamış artıq bilindi. Quruluşca 3 növü var. Yaxşı öyrənmişsiniz. Burada ismin quruluşuna görə olur. Və yaxud deyirəm ki, o məndən yaşca böyükdür. Yəni yaşına görə böyükdür. Bəli. Görə ilə əvəz edirəm, artıq nə olur? Qoşma olur.
İstinad qoşmaq. Hə, Elə düzdür. bəli, bəli. Bizə ən çox heç bu yerlərinə girmirlər. Elə qoşma olduğunu biliriksə bizə kifayət edir. Yəni testdə bu cürünə rahat düşür bizə. Açar sözlərimizi yadda saxlasaq işimiz asandır artıq. Ədat. Ümumiyyətlə cacə qrammatikada ilk dəfə harda qabağımıza çıxıb? Sifətdə. Sifətin çoxaltma dərəcəsində. Məsələn, yaxşıca, zorbaca, qaraca, canlıca, xırdaca. O ki, sifətin üzərinə artırılıb. Sifətin sadəcə olaraq əlamətinin keyfiyyətini çoxaldırsa, o artıq qüvvətləndirici ədat olacaq. Məsələn, yaxşıca, zorbaca, qaraca və s. İndi bir şeyə diqqət eləyək. Mən deyirəm, burada sifətin çoxaltma dərəcəsini yaradan qüvvətləndirici ədatdır. Gəldi, qabağımıza belə bir şey çıxdı. Bir var, məsələn, yaxşıca, nə bilim, kitab, yaxşıca qız. Bir də var, belə çıxdı qabağımıza. Yaxşıca danışır. Zəf düzəl. Yox, zəf düzəldən nə idi? Dil atları. Amma yaxşı bir məqama toxundu. Zərfdir bu. Çünki hərəkətin qabağında gəlib. Yenə burada bu ca ədatdır ha. Amma ki, sifətin çoxaltma dərəcəsini düzəldib deyə bilmərəm. Çünki sifət olması üçün hərəkətə aid ola bilməz axı. Burada məsəl üçün yaxşı sözün köküdür. Bu ca olacaq sifətin çoxaltma dərəcəsini düzəldən qüvvətləndirici ədat. Burada da yenə qüvvətləndirici ədatdır, amma çoxaltma dərəcəsini düzəltmir də. Sadəcə olaraq qüvvətlendirici ədatdır. Çünki çoxaltma dərəcəsi sifətə aiddir. Ona görə. Bəli, zərfin dərəcələrindən danışılır. İkisi də qüvvətləndirir. Bəli. Amma şey kimi deyə bilirik də, qüvvətləndirici kimi, çünki o sifətə aiddir. Hər ikisində qüvvətləndirici sayılır. Amma bunda məsələn deyir ki, bu çoxaltma dərəcəsini yaradıb, amma bunda bu yazığın dərəcəsi yoxdur, bəli. Ona görə. Qayıdaq bura. Yəni ədat olanda məsələn sayın üzərinə də artırıla bilər, ismin üzərinə də artırıla bilər. Yəni ümumiyyətlə ədat nədir? Yəni sadəcə cümlənin, sözün təsir gücünü, emosionallığını artır. O yazığı cümlədən çıxartsan da bir problem olur. Məsələn deyirsən ki, ikicə kitab aldım, 2 kitab aldım. Bircə kitab aldım, 1 kitab aldım. Və yaxud da yaxşıca danışır, yaxşı danışır. Gördüyünüz kimi yazığın elə də böyük bir itki baş vermir o cümlədən çıxardanda. Bunları dedik, keçdik bu ıncanın bəlasını. Inca, inci, unca, üncə şəkilçimiz normalda feili bağlamanın şəkilçisidir, düzdürmü? Feili bağlamada biz bilirik ki, feilin təsvirlənməyən formalarından biridir. Yəni bu hərəkət bildirməlidir də. Əslində bu inca bizim qabağımıza bundan öncə yazdığımız bir nümunədə çıxmışdı. Bəli, boyunca sözündə. Heç orada ağlımıza gəldi ki, burada inca var, feili bağlama filan. Gəldi, gəlmədi. Burada gəlin bir boyunca sözünü yazaq. Bir də məsələn doyunca sözünü yazaq. Bunu necə yanaşırlar? Fikirləşirlər ki, hədə burada ca nədir? Boyu ilə demək oldu. Məsələn yol boyunca söyüdlər əkilmişdi. Yol boyu ilə söyüdlər əkilmişdi. Burada deyir ki, o doyunca yeri, doyana qədər yeri. Hədə burada qədər nə verəcəm? Yenə qoşma olsun deyə yanaşanlar var, amma bu doğru deyil. Burada boy sözün kökü, un mənsubiyyət, ca artıq burada nə olur? Boyu ilə deyirəmsə qoşma olacaq da, qoşma olur. Amma burada isə doy sözün kökü unca feili bağlama olur. Niyə? Bunda belə, bunda belə. Nə üçün? Çünki bu hərəkət bildirir. Bunda hərəkət məzmunu var. Amma boyunca sözündə hərəkət məzmunu yoxdur. Bu feil deyil ki, mən buna feili bağlama deyim. Və yaxud da gəlin başqa bir söz yazaq, ardınca sözünü. Bu sözdə də hərəkət məzmunu yoxdur da. Bunu nətər mən feili bağlama deyim? Burada ilə ard sözün kökü, onun ardı, ardınca, yəni ardı ilə, orada yenə ca qoşma olacaq. Amma doyunca, yeyincə, nə bilim, verincə və s. Orada artıq hərəkət məzmunu var axı, hərəkət bildirir. Orada artıq inca feili bağlamanın qrammatik şəkilçisi olacaq. Onu deməli feildən sonra incə gəlsə, feilin içində. Yəni feilə bağlansın da onun üzrə feili bağlama olacaq. Həm elə təyin edirik, həm də belə də baxa bilərsiniz. Doymaq, tutaq ki, feil bağlama. Doyulmaq yoxdur axı. Məsələn, doyulmağa cavab. Bəli. Tamamilə. Məsələn, sonra necə düzəldirlər? Yeyincə, hə? Yemək, yeyin var ya, amma ki onun ona dəxli yoxdur. Bəli, tamam.
ən azından o cür şeydə feylə artırılanda feyli Bəli, bağlanır. onu mən deyəcəkdim, Rasim müəllimə qabaqladı. Yəni riyaziyyatçı olasan, amma belə qəşəng həll eləyəsən də Azərbaycan dilində. Yox, ona görə. Məhz qabaqladı. Buna aid başqa şey yoxdur, çaşdırmadım, başqa əlavəsi deyəcəksiniz. Yox, elə bu məqamlara çıxış eləyir. Gəlin görək biz bunu başa düşdük, testə baxaq. Hə, mən testləri yaxşı həll eləsəm, sizin uğurunuzdur. Yox, mənim uğurumdur. Eləsəm, sizin uğursuzluğunuzdur. Cacayat qoşma bölməsindən testlərimiz var. 19, 20, bir də burada yuxarıda bir sualımız da var. Siz birinci özünüz oxuyursunuz, videonu dayandırın, yəni baxın görün nədir cavab. İndi Rasim məndə baxsın, cavabını desin. 19-cu suala baxaq. Mən bəkdən. Buyurun. Qələm. Qələmi keçmədim. Qələm. Hə. Bir cacə hansı cümlədə qoşmadır? Hə. 3 dənə qoşma var idi. Oxuduqca təkrarlaram da, həm də beynimdə yazılır. 3 cür qoşma var idi. Biri istinad, biri bilgəlik, o sonra təkrarlaram. Biri bənzətmə, beynimdə. İlə qədər görəni yadda saxlayın, elə bəsliniz. Əsmərə, Qaraca, bu Qaraca o da öyle şey. Xalları xüsusi, o bu şey ədatdır. Hə? Bəli. Elə-belə postəndil edirlər. A getdi. B. Aslan dostunun qulağına yavaşca, bu da ədatdır. Yəni yavaş, bayaq siz deyirsiniz, canı çıxarda mənası dəyişmir. B də getdi, mən qoşmaq axtaram. Dəvvəlcə böyümüsən, dəvə kimi olmusan da, yəni böyümüsən, bu qoşmadır da. Bəli. Köşəkcə algın yoxdur, köşək kimi. C bəndi. Bəli, doğrudur. İndi gəlin bir də başdan deyək. Əsmərə Qaraca xalları xüsusi gözəllik verdi. Burada Qaraca sözündəki ca qüvvətlendirici ədatdır və sifətin çoxaltma dərəcəsini yaradır. Yəni qara da, qaranın daha tünd versiyası. Qaraca o mənadadır. Bu oldu ədat. Aslan dostunun qulağına yavaşca nəsə dedi. Burada da qüvvətlendirici ədat mövqeyindədir. Həm mən ilə qədər görəklə əvəz eləyə bilmirəm. Yəni qoşma olması üçün mən o sözlərlə əvəz eləməliyəm. Həm onlarla əvəz eləyə bilmirəm, həm də az öncə dediyim kimi bu canı silirəm buradan. Görürəm ki, elə də böyük bir məna dəyişikliyi baş vermir. Üstə gəlinsində qüvvətləndirmə mövqeyindədir. Bu da getdim. Dəvəcə böyümüsən, dəvə qədər böyümüsən deyə bilirəm də. O zaman deməli elə qədərlə əvəz eləyə bilərəmsə, bu da qoşmadır. Köşəkcə ağlın yoxdur, köşək qədər ağlın yoxdur. Köşək kimi ağlın yoxdur, bunu da deyə bilirəm. Balaca uşaqlar da belə fikirləşirlər. Balaca sözü bütöv kökdür. Burada canı ayıra bilmərəm amma. Bəli, balaca bütövdür. Baladan balaca yaranmır. Sözü baladan yaranmır. Yox, baladan balaca yaranmır. Balaca. Bəli. Yəni istəsəz əgər növbəti videolarda belə çaşdırıcı sözlər də yazıb təhlil edə bilərik. Əgər istəsəz rəy bölməsində qeyd eləyərsiniz. O qədər belə sözümüz var ki, çaşdırıcı məqamlardır. Açıqca gözəl naxışlarla bəzədilmişdir. Buradakı açıqca sözü isə məktub, zərf o mənadadır. Açmaqdan açıq, açıqdan da açıqca. Burada nə sualına cavab verirdi? Nə gözəl naxışlarla bəzədilmişdi açıqca. Burada isim düzəldir. Şəkilçi kimi. Bəli. Burada cavab şəkilçidir də, yəni biz qoşmaq. Həm də ilə qədər görəyini əvəz eləyə bilmədik. Sonra. Yox. Pozan orada. Gəlin başqa bir nümunəyə baxaq. Hə, şey sevirdim. Mən pozursuz. Hə, o qaldı orada, onu da işlərik. Lövhə ilə imtahanımdır bu gün mənim. Görək cacə ilə bağlı buralar. 21 axtarır, nə axtarır? Burada cacə ilə bağlı bir dənə sualımız. Aha, 23-cü sual. Ya bunu biraz mane olur. 23-cü sual. Silindi. Hə, 23-də deyir, hansı nümunədə cazə qoşmadı, yəni qoşma, hə. Məncə, yaxşı istirahət üçün hər rayonun öz üstünlüyü var. Mənə görə istinad. Düz deyirəm, səhv demirəm. İndi burada... Sən səhv eləmişəm, gözləyim. Məncə. Yox, mən elə burada bir qaydanı izah edeyim. Siz burada da məncə sözü var, burada da məncə var. Onda ikisi də cavab olar da. Elə bu sual... Mən məntiqdir. Onlar fərqi var. Bir az daha sakit sizə izah verəcəm. Amma deməmişəm yəni bunu ya. Bunu bura saxlamışam. Yəni tapa bilirsinizsə buyurun. Heç kim məncə heyran ola bilməz. Mənim fikrimcə, mənə görə, hə? O birisi məncədir. Məncə yaxşı istirahət üçün hər rayonun üstünlüyü var. Mən tuta bilmədim fərqi. Yaxşı, onda mən deyim.
Bu məncə, səncə, bizcə, sizcə kimi sözlər həm də modal söz olurlar. Modal sözünü durğu işarəsindən bilirəm də. Modal söz cümlənin əvvəlində gələndə özündən sonra, ortada gələndə hər iki tərəfində vergül olur. Hə, durğu işarəsi xitabdakı kimidir. Sonda gələndə özündən əvvəl vergül qoyulur. Yəni də mən bunu deməyəcəm. Mənə görə məntiqə uyğun gəlir, amma bu yazığın adı modal sözdür də. Modal deyəcəm elə. Yəni fikrin mənbəyini bildirən modal söz. Məncə yaxşı istirahət üçün hər rayonun öz üstünlüyü var. Onu modal deyib elə atıram. Sonrasını amma rahat işləyə bilərik. Dedi də. Bəli, sənə heç kim məncə heyran ola bilməz. Yəni mən qədər heyran ola bilməz, mənim kimi heyran ola bilməz. Budur. Əyləncə mərkəzlərinin sayı ildən-ilə çoxalır. Təsadüfən elə bayaq əyləncə sözünü mən nümunə göstərmişdim ki, orada isim düzəldən şəkilçimizdir. Keçən yay sanatoriyada yaxşıca dincəldik. Bunu da deyəsən, yaxşıcanı da izah eləmişdim ki, elə burada qüvvətləndirici ədəd mövqeyindədir. Yəni sanatoriyada yaxşı dincəldik. Təzə salınan bulvarda yüzlərcə ağac əkilmişdi. Həm qoşma olması üçün ilə qədər görə sözləri ilə əvəzələməli idi. Bu da alınmır da. Burada necə təhlil olacaq? 100 sözün köküdür, lərcə bütöv leksik şəkilçidir. Say düzəldəndir. Bunu say mövzusunda deyəcək. Larla, lərlə, larca, lərcə kimi sayın leksik şəkilçiləri var, odur. Yəni bu da C deyil də təkcə. Hə, günlərlə qatılır. Hə, amma sayı artırılır da. Məsələn, burada 100, yüzlərcə, onlarla məsəl üçün, yüzlərlə o cürlə. Bu da lərcədir. Elə ımzanı deyəndə lərcəni də deyə bilərdik ki, məsəl üçün bu da adamın beynini səhv salına bilər. O da görürsünüz, elə testin üstündə işləməyin faydası da budur ki, buradan da bir şey öyrəndik. Lərcədə bizim burada leksik şəkilçimiz olur. Deməli, TOEFL-da səhv eləmirəmsə 3 dənə falan cacaya aid test var idi. İkisini biz izah edək. Birini də siz özünüz baxın, buradan tapın. Hətta istəyirsiniz mən sizin üçün işinizi asanlaşdırım. Tapım onu. 19-u biz idik, 20 qalıb da 20-ni cavablandırıb rəy bölməsində qeyd eləyin. İzahını da versəz, izahını da rəydə qeyd eləsəz, lap yaxşı cavab veriləcək sizə. Çox sağ olun. Cacanın qaydası bu qədər. Ümid edirəm ki, video sizə faydalı oldu. Əgər faydalı oldusa, videonu bəyənib, kanala abunə olmağı unutmayın. Digər videolarımıza da baxın və bu cür qızıl qaydalar, qısa qeydlər istəyirsinizsə, rəy bölməsində hansı qaydanı istəyirsiniz, onun adını qeyd edin. Biz növbəti videomuzda o qaydanı çəkək.